Yaxşı indi getdi pas. Başlayabilir ya, ben sen gör. Salamlar, vaxtınız xeyir olsun əziz futbol sevərlər. 10 Respublika çempionatında hər birinizə xoş gördük. Qarabağ və Zirə komandalarının qarşıdurmasını izləyəcək. Gəlin Qarabağ komandasının heyətləri ilə sizləri tanış edək. Qapıda 12 Nihat Bayramov, 4 Ümid Zülfiqarov, 17 Hüseyin Nadirov, 22 Əli Qulamov, 20 Mirkamil Məmmədov, 2 Ayxan Mehdili, 15 Cavid Kərimov, 21 İskəndər Axverdiyev, 26 Əli Nağıyev, 18 Kənan Əliyev, 24 Yusuf Əliyev, digəri qalkiper 99 Aydın Qurbanov. Komandanın baş məşqçi postunda isə Elton Xudatovdur. Ənənəvi olaraq ağlı formada Qarabağlılar, qaralı formada isə Zirə komandası meydanda mübarizə aparır. Artıq start da götürür maç və maç başlar-başlamaz komandanın 22 nömrəsi Əli Qulamov topu torlara göndərir. Bir qədər heyətləri təqdim edərkən maçın ilk saniyələrində fərqlənməyə başarırlar. Qarabağlılar yaxşı başlayırlar, yaxşı start götürürlər maça. İlk dəqiqələrdə meydanın mərkəzinə dəvət olundu Zirəlilər. Alt yerini yetirəcək Zirə komandası. Bırak başlayacağım. Başdan müdafiəçilər qarşılamağa çalışırdı. Yaxın ötürməsi sahasına. Ha, maçda yeganə qolun müəllifi. Ara ötürməsi. Daha bir zərbə gəldi, lakin Mirkamil Məmmədovun zərbəsi tor yandan silkələyir. Zirə komandası topladır. Pressing Hüseyin Nadirovdan. Məsələ onun özündən top meydanı tərk edir. Alt Zirə. Kənan Əliyev nə qədər çalışsa da uzaqlaşdırmalı, lakin hücum əmlələri davam edir. Yenidən pressing. Kənan Əliyev öz zınağı ilə oynadı. Cavid Kərimov mərkəzə doğru ötürmə gəldi. Mirkamil ötürməsi keçmir. Əliyev sol sınaqda hücum əmləsi Cavid. Cavid Kərimov Mirkamil oynadı. Bir qədər qarma qarşılıqlar yaranır rəqib cərimə meydançasının yaxınlığında. Əli Qulamov sağ zınağına meyilləndi. Toxunuş var zərbəyə, korner Qarabağlar tərəfindən yerinə yetiriləcək Cavid Kərimovun zərbəsindən sonra. Yox. Qayda pozuntusuna işarə eləyir, səhv edilmirəmsə hakim. Yoxsa qərarını verə bilmir hələ hakim. Küncdən zərbə mi, yoxsa Zirəlilərə qarşı qayda pozulubmu? Yox, xeyr, qapıdan zərbəyə işarə eləyib. Nəhayət ki, gün zərbəsi təyin olunur. Kənan Əliyev topun gerisinə keçir. Əliyev içəriyə doğru ötürmə gəldi. Zərbə indirildi, amma müdafiəçilər uzaqlaşdırır və top rəqib qalkiperdədir. Kənan Əliyev kornerdən necə çatdırdı özünü müdafiəyə. Sağ sınaqdan Qarabağ komandasına hücum əmləsi Əli Qulamov. Sağ sınaqdan sürətli şəkildə irəliyir. İkinci rəqibini də geridə qoydu. İçəriyə doğru ötürmə gəlir. Blok qoydular zərbəyə. Daha bir zərbə və gol! 15 nömrə Cavid Kərimov ikinci qolu Zirəlilərin qapısından keçirdir.
Bildirmişdi, yaxşı start götürmüşdü Şöhlən atlar bu maça. Artıq bunun nəticəsi olaraq ikinci qol Zirə komandasının qapısından keçir. Təzyiq var, Cavid Kərimov, Mikail, Kamil idi daha doğrusu, Kamil Məmmədov idi o. Əli Qulamov. Rəqib 6 nömrə onun qarşısını aldı və qapıdan zərbə. Ayxan qal orada, Aysan o. Yox, küncdən zərbəyə işarə olunub. Daha bir korner. Hakim isə korner olduqda qapıdan zərbə olduqda kornerə işarə eləyir. Savitdən içəriyə doğru bir asma gəlir. Təhlükəli alınır Qarabağların standart vəziyyəti. İmkan vermədilər Mir Kamilin zərbə indirməsinə, əks-su məmləsi Zirəlilərdən baş tutmalı. Aysan, Şanan geniş oyna. Aydın tələsmə. Aydın, tələsmə. Aydın Qurbanov türməsi auto yollandı. Həmçində öz komanda yoldaşlarından da toxunuş var idi. Bir Kamil. Təzyiq var. Hüseyin Nadirovdan da və son toxunuş məsələ Hüseyin Nadirovun özündən olur. Dəfə 6 zirəllər yerinə yetirir. Hüseyin Nadirov. Türməsi ağzına Əli Qulamov 2 nəfərin atəsində, hətta 3 nəfərin atəsində idi. Çıxa bilmədilər, geriyə çəkirlər ən doğru oyunu. Cavid Kərimov baxır qapıya, qüvvətli zərbə, uzaq altılığa. Dublə imza atır Cavid Kərimov. 3-0. Qalkiper isə bir anlıq yerində donub qaldı. Bu gedişat artıq Qarabağ komandasını böyük hesablı qalibiyyətə doğru addım-addım irəlilədir. Təxmini ilk 7 dəqiqə ərzində cavabsız qollar Qarabağdan gəlir. Kənan, pas oynayırıq, Kənan. Allah vurur arxada. Təzyiq nəticəsində topu qazandırır Qarabağ komandası. Əslində Cavid Kərimov görsəydi daha yaxşı olardı. Ayxan Mehdili zərbə indirir qalkiper. İkinci cəhdində təhlükəni sovuşdurur. Kənan geniş oyna. Ötürmə zamanı bir qədər riskli ötürmə idi. Lakin bəxtəri gətirir. Cavid Kərimov mərkəzə doğru ötürmə. Mir Kamil Məmmədov bitirir topu. Yenidən təzyiq nəticəsində topu qazandırır Cavid. Mir Kamil oynadı. Yanda Hüseyin köməyinə gəlmişdi komanda yoldaşlarına. Amma yenidən top itkisi var Qarabağlardan. Yenə də qarma-qarşılıqlar yaranır mərkəzdə, amma əks-su məmləsi Mir Kamilin zərbəsi yox. Qalkiper üçün dəf etməsi o qədər də çətin olmayan bir zərbə olur. Şanan, daha doğrusu Əliyevdir bu. Kərimov, out Qarabağında. Kənan Əliyev yan xətdən topu meydana daxil edir. Hüseyin Nadirov. Bu dəfə də out Qarabağ komandasında. Türmə gəldi, zərbə bu dəfə qapıdan yan keçir. Təhlükəli gəlmişdi yenə də Qarabağlar. Dublə çox yaxın idi. Əli Qulamov. Hüseyin Nadirov səhv nəticəsində topu qazandırır, zərbə də indirir qalkiper. Daha bir zərbə blok qoyulur. Korneri yerinə yetirəcək Qarabağ komandası. Türmə gəldi və müdafiəçilər uzaqlaşdırır.
Canan Əliyev. Zirə komandası müdafiədən çıxmağa çalışır. Kamil. Hüseyin Nadirov. Aldılar topu ondan. Əksümə çıxmağa çalışır Zirəllər. Lakin aramsız təzyiq Qarabağlılardan imkan vermir rəqiblərinə. Canan Əliyev. Öz zınahı ilə oynadı. Kamil Məmmədov. Yenidən Canan Əliyev. Əliyevdən Ciyakalan ötürmə. Əli Qulamov blok qoydular zərbəsinə. Digər zınahdan kün zərbəsi. İçəriyə doğru bir asma gəlir. Müdafiəçilərin özündən top məsələ qalıb kiperə gəlib çatır. Ayxan Mehdili risk etmir, topu alta yolladı. Türmə gəldi. Cavit Kərimov qarşılayır. Daha bir ötürmə və Aydın Qurbanov diqqətlidir qapısında. Dəfə isə zirələrdə də alt. Əslində yaxşı görmüşdü Aydın Qurbanov sol sınaqda Cavit Kərimovu. Şimdi bir qədər top yerə toxunduqdan sonra çox havalandı. Canan Əliyev. Yanında Cavit Kərimov. Əssalam. Təhlükəsi oluşur. Mehdili. Məmmədov oynadı. Ayxan Mehdildən mərkəzə doğru Nadirov, Əli Qulamov. Yenidən Nadirov topu qəbul edir. 3 nəfərin atəsindən çıxmağa çalışırdı. Son toxunuş Hüseyin Nadirovdandır. Alt zirəliləri. Məmmədov müdafiə arxasına planlaşdırıb götürmək Hüseyin Nadirov. Nadirov və gol. Daha bir gol Qarabağlılardan gəlir. Bax bu aramsız təzyiqlərdən bəhs edirik az öncə. Bu təzyiqlər nəticəsində artıq qollarının sayını get-gedə artırır Qarabağlılar. Qarabağın daha bir hücum həmləsi. Ayxan Mehdili. Qapısı ilə oynadı Aydın Qurbanov. Mehdilidən mərkəzə doğru ötürmə Yusuf Əliyev. Axverziyevin ötürməsi qeyri-dəqiq alındı. Amma yenə də cərmə meydançasında pressingə davam edirlər. Canan Əliyev. Əliyev rəqiblərinin başını gicəlləndirir hələ ki. Axverdiyev ötürməsini ünvanına çatdırdı Ümid Zülfiqarov. Yox, itirdilər topu. Ümid Zülfiqarovun təzyiqi hələ də davam edir. Out. Axverdiyev. Daha bir out. Dəyişikliklər nəzərinizə çatdıracağım. 24 nömrə Yusuf Əliyev, 21 nömrə İskəndər Axverdiyev. Onların meydana daxil olduğunu gördük. Həmçində 4 nömrə Ümid Zülfiqarov. Bir də sağ zınaqda 26 nömrəni görürük. Əli Nağıyev meydandadır. Təhlükəli gəlib zirəlilər, amma blok qoyulur zərbəyə. Ayxan Mehdili uzaqlaşdırdı. Alt zirə komandasının lehinə qərar verildi. Yusuf Əliyev. Yox,
İtirdi topu. Yaxşı zərbə qeyri dəqiqə alınır. Qaptan zərbə ilə Aydın Qurbanov topu oyuna daxil edir. Kənan Əliyev özünə ahillə oynadı. İskəndər Ağverziyev. Mərkəzə doğru ötürmə Yusuf Əliyev istiqamətində. Əliyev 2 nəfərin arxasında itirir topu. İmkan vermirlər. Nəfəs aldırmırlar. Həm müdafiədə, həm öz cərmə meydançalarında, həm də rəqib cərmə meydançalarında. Qarabağ komandası Zirəlilərə. Korner Zirə tərəfinə yerinə yetirildi. Uzaqlaşdırır müdafiəçilər. Daha bir zərbə blok. Kənan Əliyev risk etmədi bir anlıq əslində. Qalkiperə buraxsaydı topu daha təhlükəsiz bir vəziyyət yaranardı. Əli Nağıyev. Qarşısını aldılar onu. Yaxın küncdə diqqətlidir Aydın Qurbanov. Əli Nağıyev ötürmə yaxşı idi Ümid Zülfüqarov. Və qayda pozulub Zülfüqarova qarşı təhlükəli və əlverişli nöqtədir. Hesab fərqini bir qədər də artırmaq üçün. Baxaq görək, cərimə zərbəsini kim yerinə yetirəcək? 26 nömrə Əli Nağıyevi görürük, topun gerisinə keçdi. İki nəfərdən də ibarət canlı səhət qurulub. Yox, 3 nəfərdən ibarət. Fit gəlir. Əli Nağıyev qapı tiri mane olur növbəti qola. Kifayət qədər təhlükəli qüvvəti zərbə indirmişdi, amma meydanda qalkiperlərin yeganə dostu qapı tiri bu dəfə Zirə komandasının da adına çatır. Ümiddən təzyiq yenə də aramsız şəkildədir və gol! Daha bir gol Yusuf Əliyevdən. Ümid Zülfüqarovla maraqlı şəkildə gol sevincini bölüşür. Heç cavabsız gol gəlir Şöhrənatlardan. Cərimə zərbəsi yerinə yetiriləcək Zirə komandası tərəfindən. Düş axıra qədər İskəndər, düş axıra qədər. Kənan, düş arxaya. Gəldi. İndirilən zərbəni öz kanalına yollaşı qarşıladı. Bir növ ötürmə xarakteri daşıyırdı bu zərbə. Ümid Zülfüqarov. Zülfüqarov çətin vəziyyətdə idi bir qədər. Yox, hakim davam deyir. Heç bir qayda pozuntusu yoxdur. Yusuf Əliyev, Zülfüqarov sürətləməyə çalışır. Ümid Zülfüqarov pauza elədi. Bir reyt gəldi Zülfüqarovdan blok qoyula zərbə hücum davam edəcək. Zülfüqarovun ötürməsi kritik müdaxilə gəlir. Boş qapıdan çıxardılar. Əli Nağıyev. Satmadı ötürmə ünvanı. Yenə bax uzattın topu. Niyə uzadırsa? Kün zərbəsi. Künc nöqtəsini göstərir hakim. Kənan Əliyev yenədən topun gerisində içəriyə doğru asma gəldi. Müdafiəçilər yenə də topu yox, kornerə, bəli, kornerə uzaqlaşdırırlar. Kənan içəri elə. İskəndər. Bir də sıçrıla bura. Qal orada. Yenədən bir ötürmə. Ayxan Mehdili. Bravo. Tez oyna. Yaxşı ötürmə etdi. Solsuna İskəndər Ağverdiyevdən içəriyə doğru asma gəlir. Ümid Zülfüqarov. Uğursuz həmlə olur.
Zirə komandasına David Körtəbiyə ötürmə həmləsi. Yusifin zərbəsinə blok Əli Nağıyev sağ sınaqdan davam etdirəcək hücumu içəriyə doğru ötürmək gəldi və deyəsən avtogol. Bəli. Avtogol ayaqda qalır 6-cı gol. Amma Yusif Əliyev gol sevinci ilə reaksiya verir. Deyəsən dublə imza atıb. Biz görə bilmədik. Əliyev yenə də təzyiq var. Yaxın altılığa indirilmiş zərbədə azacıq qeyri-dəqiqlik var. Zirə komandası topla, indi isə top itkisi. Nə vaxt ki bildirirəm Zirə komandası topladı, həmin anda Qarabağlılar yenə də təzyiqlə topu rəqibdən alırlar. Ayxan Mehdili, Ümid Zülfüqarov istiqamətində ötürmə. Əliyev, Yusif çıxdı 2 nəfərin atəsindən, blok qoydular onun zərbəsinə. Canan Əliyev sol sınağa, Axverdiyev yaxın küncə zərbə qeyri-dəqiqdir. Ümid Zülfüqarovun zərbəsi qapısı dəf edir, hücum davam edir. Axverdiyev, gözəl hərəkətlər Axverdiyevdən, amma təzyiq nəticəsində uzaqlaşdırdılar. Və kobud səhv var idi müdafiədə Zirə komandası tərəfindən. Amma hələ ki təhlükə onlar üçün davam edir. Əliyev. Ümid Zülfüqarov axıra qədər mübarizəni davam etdirir, topu qazanır. Büdrədi bir qədər, büdrədi olsun axta. Qaptan zərbə. Yusuf Əliyev, İskəndər Axverdiyev ötürmə gəldi. Ümid Zülfüqarov istədiyi kimi davam edə bilmir və sonunda sürüşmə fəndi ilə kritik blok gəlir. Zədələn oyuncusu var Zirə komandasının heyətində. Ümidvarıq ki, ciddi deyil zədəsi. Canan Əliyev qarşıladı. Ayxan Mehdili. Mərkəzə doğru ötürmə. Yusuf Əliyevin qəbul etməsinə imkan vermədilər, amma topu götürür. Yaxşı fırlandı, ötürmə gəldi. Zülfüqarov yenidən Yusuf Əliyev yaxşı görür. Yusuf Əliyev və gol. Gol, bəli. Top qap xəttini keçmişdi. Əliyevdən daha bir gol. Gedin yatın deməkdir bu. Və beləliklə ikisindən də final fiti səsləndirilir. Birinci hissədə sizin əməl edmişərsiniz. Heydər Hüseynli növbəti hissədə görüşmə ümidi ilə hələlik deyirəm. Yenidən vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq ikinci hissənin start fiti səsləndirilir. Bir daha uğurlar arzulayırıq hər iki komandaya növbəti hissədə. İlk sənə bol qollu keçirdi. Lakin bir tərəfli oyun, tək tərəfli oyun izlədik. Qarabağlılar 8 cavabsız qol keçirdi rəqib qapısından. Baxaq görə növbəti hissədə bu qol yağmuru davam edəcəkmi? Əli. Ötürmə qarşılanar. Uzaq məsafədən zərbə və qapı tirindən top. Geri qayıtdı Ayxan Mehdilinin bu zərbəsindən sonra. İmkan vermədilər Nadirovun zərbəsinə və Mir Kamil Məmmədovun sol ayağı ilə indirdiyi zərbə dirəyin yanından keçir. Və kobud səhv. Qalkiper və Hüseyn Nadirov bu səhvi bağışlamır.
9-cu gol. Qarabağlılar dayanmaq istəmir. Hüseyin Nadirov qaydanı pozdu. Bu dəfə qaydanı pozdu. Çox belə aramsız, dayanmadan təzyiqlər var. Zirə komandasına əməlli başlı imkan vermirlər oynamağa. Əli Qulamov. Top meydanda qalır Ayxan Mehdili. Saxlaya bilmədi topu meydana. Qapıdan zərbə ilə Zirə komandası top oyuna daxil etdi. Əli Qulamov. Hüseyin Nadirov. Mir Kamil qapı çatından top geri döndü. Artıq ikinci hissədə 2 qapı dirəyinə tuş gəlib zərbəsi Qarabağlılara. Bir yola imza atıblar. Əməlli başlı qanqaraçılıq. Bu təzyiqlər həqiqətən də rəqibinin qanını qaraltdığına əminik. Out Qarabağlılar. Kamil. Əli Qulamov. Sağ cinahdan sürətlənir. Qulamovdan içəriyə doğru ötürməmir. Kamilin zərbəsi yaxın küncə yenə qeyritə idi. Cəsvəyə düşməyə çalışır, lakin dirəklər hələ ki Kamilə də bugün icazə vermir. İkinci hissədə təbii ki. Ayxan Mehdili. Qarşı salında onun da. Kənan Əliyev. Soyuqqanlıdır müdafiədə. Əli Qulamov. Qulamov yenə də maks sürətini yığdı, lakin top meydanda saxlaya bilmir. Alt Qarabağın. Kənan Əliyev atdı önünə, zərbə də indirir. Lakin qalkiper üçün çətin olmadı bu zərbəni dəf etmək. Yenə də ötürmək keçmirmir. Kamilin zərbəsi qapının üzərindən keçdi. Daha bir zərbə nəhayət Mir Kamil Məmmədov bu dəfə artıq qarşısalmaz zərbə indirir. 2 rəqəmlilər gəldi. 10-0. Hüseyin Nadirov. Nadirov! 1 dəqiqə 2 gol Qarabağlardan. Hüseyin Nadirov. 11-0. Daha bir hücum həmləsi uzaq altılığa indirilmiş zərbə dirəyin yanından keçir. Yenə də qapısından Şobot səhv. Hüseyin Nadirovun aramsız təzyiqi davam edir. Əli Qulamov çəkdi sağ ayağına və qapı direği. Hər iki qapı dirəyinə toxunur top. Uzaqlaşdırmağa çalışırlar. Bu təhlükəni soğuşdurmağa çalışırlar, amma Qarabağlıların təhlükəsi soğuşmaq bilmir. Yağmur yağır rəqib qapısında, lakin qol yağmurudur bu. Cavit Kərimov.
Məncə korner, bəli, korner. Türmət çatmadı ünvana. Hüseyin Nadirov yaxın küncə indirilmiş zərbədə azacıq qeyri-dəqiqlik var idi. Sağ zanatdan zirələrdən hücum həmləsi. Bax, yenə də dedi, yenə də top itirdilər. Əli Qulamov. Qulamov 12-0. Böyük hesablı qalibiyyət. Zaten maçın ilk dəqiqələrində artıq Qarabağlar 3-cü topu rəqib qapısından keçirdərkən bildirdi ki, bu gedişat böyük gol, böyük hesablı gedişatdır və Əli Qulamovdan 1 dəqiqə 2 gol gəlir. 13-0. Məncə belə davam eləsə 20-ci qolla gələcək. Artıq voleybol hesabına keçirik. Hüseyin Nadirov. Ardı arası kəsilməyən qollar Nadirovdan da gəldi. 14-0. Mirkamil. Əli Qulamov yanında. Yenidən Mirkamil. Ayxan Mehdili top ayağına oturmadı. Əli Qulamov. İnan ki, bəlkə də Əli də öz vurduğu qolların hesabını itirib. Cavid Kərimov. İtirsə də yenidən təzyiq nəticəsində topu qazandırdı Kərimov. Ayxan Mehdili zərbə qapının üzərindən keçdi. Kənan Əliyev öz zınahı ilə oynadı. Cavid Kərimov sürətdən də sol zınaqdan Kərimov içəriyə doğru ötürmə gəldi. Cavid Kərimov daha bir gol. Bu dəfə 15 nömrə 15-ci qoldan 16-cı qola hesabı artırır. Kənan Əliyev ötürməsini müdafiəçilər qarşılayır. Və zərbə bu dəfə qeyri-dəqiqdir. Kənan Əliyev out. Əliyev çəkildi tamamilə geriyə. Qalkipin ötürməsi rəqibin toxunuşundan sonra Hüseyin Nadirova gəlir top. Hüseyin Nadirov blok gəldi zərbəyə. Və qayda pozulub. Hakimin fikrincə rəqibinə qarşı məsələ rəqib cərimə meydançasında. Ayxan Mehdili topu qazandırdı. Ayxan.
Kənan Əliyev. Sol cinahda ötürmə Mir Kamil Məmmədov. 17-ci qol gəlir. Mir Kamil Məmmədovdan. Kənan. Şamilin zərbəsinə blok. İçəriyə doğru bir asma gəldi. Ünvana çatmır. Əlin Ağayev. Uzaq məsafədən zərbə indirir. Qapısı topu tutdu. Ayxan Mehdili. İskəndər Ağverdiyev. Nə qədər çalışsa da topa çatdıra bilmədi özünü. Qaptan zərbə ilə top oyuna daxil olundu. Kobul səhv Yusuf Əliyev baxır qapıya, zərbə də indirir və 18-ci qol və Yusuf Əliyevdən poker gəlir. Daha bir ateş asır rəqib qapısına. 18-0. Zirə komandası tərəfindən təəssüflə bildiririk ki, darmadağınlıq bir hesabda. Yusuf Əliyev, Ümid Zülfüqarov. Zülfüqarovun qarşısını aldılar, amma yenidən təzyiqə davam edir. Təzyiq nəticəsində top qazanıldı. Kənan Əliyev 2 nəfərin atəsindən çıxa bilmir. Əksürmə çıxmağa çalışır Zirə komandası, amma çətin məsələ. Bəli, Ayxan Mehdili onun qarşısını aldı. Əlin Ağayev. Sol cinağa İskəndər Ağverdiyev. Ara ötürməsi fikir yaxşı idi. Lakin icra edə bilmədi. Ümid Zülfüqarovun bəli 50 oyunu var o epizodda. Kənan Əliyev qarşıladı rəqib ötürməni. Ağverdiyev ilə oynadı sol cinahda. Zülfüqarov. Ümid Zülfüqarov Ağverdiyevin önünə doğru korner. Yox. Son toxunuş Qarabağlardan da. Hakim qapıdan zərbəyə işarə edir. Nağıyev qüvvətli zərbədə malikdir. Əlin Nağıyev blok qoydular zərbəsinə. Üçüncü zərbə. Türmə gəldi, zərbə də indirilir, yax. Bu dəfə çıxartdılar topu. Nağıyev. Həqiqətən də tək tərəfli oyun izləyirik. Nəinki qol vurmaq, heç qapıya zərbə belə vura bilmirlər, hələ ki zirəllər. Əliyev. Yusuf Əliyevin ötürməsinə blok gəlir. Əliyev yenə də axıra qədər döyüşdü. Ayxan Mehdili və qarşı salınmaz zərbə Ayxan Mehdilidən. 19-0. Bir etdi, 2 zərbə indirdi. Artıq atalar misalına uyğun 3-cü zərbəsi birbaşa tora, həm də qarşı salınmaz zərbə ilə qovuşur. Ağverdiyev. Blok gəldi Kənan Əliyevdən zərbəyə. Əssalam, təhlükə oluşur. Bu qədər. Aydın Qurbanov yanında Mehdili ilə oynadı. Diaqonal ötürmə keçmir Mehdilidən. Amma yenə də topu qazanırlar. Ümid Zülfüqarov keçdi bir rəqibinə. Zülfüqarov yaxşı fırlandı. Ötürmə də yaxşı alınır. Əlin Ağayev tek bir epizod yarandı. Ay Əli bir qədər xəsislik edir. Yenidən Zülfüqarov oynasaydı daha təhlükəli olardı.
Və bu təzyiq out qazandırır komandaya. Yusuf Əliyev. Əlin Ağıyev yaxşı keçdi bir rəqibini. Kənan. Götürməsi qarşılandı Əliyevin, amma İskəndər Ağverdiyev. Təzyiqi yenə də topu qazandırır. Ümid Zülfüqarov keçdi bir rəqibini. Zülfüqarov baxır içəriyə. Götürməsi keçmədi. Qaptan zərbə. Artıq 20-ci qola bir top qalıb. 20-0'lıq hesab. Gələ bilər. Ayxan Mehdili. Bulandı qapıya baxır. Zərbə indirəcək yəqin. Mehdilinin zərbəsi qaydan top. Yusuf Əliyev. Alınmadı. Dünən zəfər günündə Qarabağın 9 yaşlıları 19-0'lıq qalibiyyətlə zəfəri qeyd etmişdilər. Burada da 10 yaşlılarda da 19-0'dır hələ ki. Qurbanov yanında Ayxan Mehdili. Sağ sınaqla ilə oynadı. Əlin Ağıyev. Ağıyevin ötürməsi Yusif. Tabanla Ağverdiyev yenədən Yusuf Əliyev. Qarama qarşılığı yaranır yenə də. Əlin Ağıyev və 20-ci qol gəlir Qarabağlardan. 20-0. Biraz sonra voleybolun ilk seti bitəcək. Hesab elə göstərir. Qaydanı pozub Əlin Ağıyev rəqibinə qarşı hakimin fikrincə. Beriyə doğru uzun ötürmə Ayxan Mehdili qarşılar. Bugün müdafiəçilər Qalkiper Aydın Qurbanovun narahat olmağına imkan vermədilər. Həm Ayxan Mehdili, həm də Kənan Əliyev. İstirahətdədir. Məsələ bazar günü istirahətdədir Aydın Qurbanov. Out. Zülfüqarov. Zərbə indirməsinə imkan vermədilər. Yusuf Əliyevin zərbəsinə də blok gəlir. Ayxan Mehdili ilə Yusuf Əliyev pressing edərkən rəqibə qarşı qaydanı pozurlar. Ayxan Mehdili isə oyuna o qədər adaptasiya olub ki, artıq hakimin fitini dəyişdirməli. Qollara doymurlar. 20 qol rəqib qapısına cavabsız qol keçirdiblər, hələ də doymurlar. Zülfüqarov uzaq məsafədən zərbə indirdi. Alınmadı mərkəzdən. Gözəl qola imza ata bilərdi. Qeyri-dəqiq ola zərbəsi. Və cərimə meydançasının xəttindən kənarda topu tutdu. Daha doğrusu qapıya bu dəfə keçən Nihat Bayramovdu. Birinci sırada Aydın Qurbanov idi. Sərbəst zərbə yerinə yetirilir və zərbə də qapının üzərindən keçdi. Hakim isə saatına baxır yavaş-yavaş. Və beləliklə final fitil səsləndirilir. Qarabağlılar Köhlənatlar 20-0'lıq darmadağınlıq hesabla rəqiblərini məğlub edərək 3 xal aktivlərinə yazdırır və biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sizinlə mən idim şəxsinə Seydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.